Keçənlər çoxlar deyib ki, что mənə повезло da belə. Sonra görürəm ki, keçənlər yığıb uje 1-2-3 dənə istir məni döyüşmək. Amma heç vaxt döyüşməzdim Ali Baqovla. Çoxlu döyüşə bilməyəcəm. 100% qalacağım ESE-də. Salam aleykum Zaur qardaş, necəsən? Özünü necə hiss edirsən? Aleyküm salam qardaş. Çox sağ ol, şükür Allaha. Allah razı olsun. Sən nətərsən? Şükür Allaha. Özünü döyüşdən sonra necə hiss edirsən? Döyüş necə keçdi? Hər istədiyin bir şey alındımı, nə alınmadı? Döyüş haqqında biraz bizə danış. Döyüş belə də plan qurmağı kimi keçdi. Короче, nətər bizim planımızda game plan nətər olub. Все по плану, короче, было. İndi də yaxşı hiss edirəm. Yaxşı hazırlaşmışdım. Belə şans mən upuskat elə bilməzdim heç vaxt. Ona görə bütün güclərimi belə də yığmışam. Şükür Allaha utdum. Döyüşdə belə bir məqam oldu, yəni bu boğucu fənd idi. Çox adamlar yazır ki, bu sadəcə şansdır, təsadüfdür, случайность. Buna nə deyə bilərsən? Mən çoxlu eşidirəm. Keçənlər çoxlar deyib ki, что mənə повезло da belə deyirlər. Amma mən bilirəm ki, o udarnikdir, o puncher. Mən onunla nə edeyim stoykada? Mən bilirdim ki, mən ona partra salmalıyam. Və məndə 3 dənə попытка olub da. Mən birinci dəfə, ikinci dəfə alınmadı. Na tretий раз mən bu треугольник astım, ona elədim. Əgər bu şansdır, əgər deyirlər ki, padarak vermisən, niyə görə 2 dəfə sən qoymadın mənə eləməyə, üçüncü dəfə qoydun. Mən də bilmirəm da, это просто mənim grapplingimdə skilli, sposobnosti məndə belədir. Mən bu fəndi çoxlu dəfə eləmişəm. Nə istəsin desinlər. Mən bilirəm ki, даже 3 dəqiqə keçdi. 3 dəqiqədən nətər olar? Как они могут за 3 раунда, за 3 минуты, как они могут выводы делать. İkinci raund olsaydı mən daha çoxlu güc verərdim. Üçüncü raundda mən də 100% onu submission zat atardım ya da texniki knockout belə deyək də. То есть hər şey gedirdi planımdan. Məndə çoxlu güc olmuşdu. Mən hiss edirdim ki, o pis nəfəs alır. Belə deyirlər də IQ. Mən bilirdim ki, все по плану идет. Döyüşdən əvvəl rəqibin ilə bəzi gərginlik var idi. Az qala davaya qədər çatdı. Bu haqda nə danışa bilərsən? Döyüşdən sonra siz danışdınızmı, yoxsa həll etdinizmi o ortada olan problemi? Yox, mən bu oğlanla mən bir oteldə qalmışdım həmişə. Birinci dəfə əl verdi, o məndən soruşdu, nətərsən? Mən dedim, şükür Allaha, yaxşıyam, sən nətərsən? Belə udачи друг другу пожелать elədi. Sonra face to face-da mənə baxırdı, mən də baxırdım da. Mən həmişə prinsipial adam olmuşam hər yerdə. O mənə üstümə belə baxır, əl verməyib, mən də verməmişəm. Sonra ringa çıxanda gördüm ki, biraz gözləri dəyişib. Bilirdim ki, psixologический момент играет роль. Döyüşdən sonra mən yaxınlaşdım. Biz medinski kabinet var, onlar bizi yoxlayırlar. Zədə zat olanda yoxlayırlar da bizi orada döyüşdən sonra. Mən də yaxınlaşmaq istirdim. Onun müəllimi, treneri mənə nəsə demək istədi. Короче, naezd eləmək istirdi. Mən də короче belə я не стал обращать внимание. Mənim künclər dostlarım, короче, onlar yaxınlaşdı onların yanına, orada həll eləyiblər. Sonra getdim otelə gecə saat 1-də. Və belə anladı ki, biz rastlaşdıq. O da mənim yanıma yaxınlaşdı. Dedi ki, Zaur, bağışla, hər şey yaxşıdır. Mən dedim, hər şey yaxşıdır. Mən sənə yəni ki, ben ne обижаюсь, suda. Əl verdi. Sonra görürəm ki, keçənlər yığıb 1-2-3 dənə istir məni döyüşmək. ESE-də.
Ama dedim ki mən aşı fərqi deyil kiminlə döyüşüm. Самое pul versinlər, yaxşı pul. Хороший чек, как говорится. И вперед с любым подерусь. Bilirik ki, sən rəqib seçmirsən, kimi verirlər onunla döyüşürsən, amma ACA-də gələcək döyüşünü, növbəti döyüşünü kimlə keçirmək istərdin? Ad varmı? Mən istəyərdim, məndə bir dənə Parajenya var, məğlubiyyət. 3 il qabaq mən döyüşmüşdüm Ali Süleymanovla. Onunla revanş eləmək istəyirəm. Sonra boyum içdi, belə deyirlər də. Albert Tumenov bəlkə tanıyırsan. Onunla döyüşmək istərdim. Və bir dənə də oğlan var, bir dənə döyüşçü Sulumov, Muhammed Sulumov. Onunla döyüşmək istərdim. И еще мне тоже хотелось бы с этим подраться, с Грозиным. Grozin belə mənim çəkidə 4 dənə belə yaxşı döyüşçülər, onlarla döyüşmək istirdim. Amma heç vaxt döyüşməzdim Ali Baqovla, çünki mən uşaqlıqdan baxmışam ona, как, ну вот, как kumir də. Həmişə istirdim onun kimi olmaq. Вообще disiplina, forması, hər şeysi. İstəyərdim ki, onun yanında zbor eləyim. Bəzi adamlar bəlkə bilmir, ona görə bir deyim. Zaur Hacıyev bundan əvvəl Pop MMA-da döyüşürdü. Zaur nəyə görə Pop MMA-dan professionala keçdin? Belə bir planın var idi, yoxsa hardkor dağılandan sonra belə bir plan gəldi ağlına? Mən hardkorda davam elərdim də, çünki mən orada bir dənə addım qalmışdı. Mən kəmərə döyüşürdüm Magomed Rasul'la. Sonra nəsə uzadıblar, həmişə döyüşün tarixi uzadırlar. Mən yarım il, 10, yarım ay keçib. Mən soruşuram, döyüş zat olacaq. Onlar hələ deyirlər ki, bilmirəm. Belə də 10 ay keçib. Mən belə balaca olan deyiləm. Mənim 28 yaşım var. Yaş gedir, tüm bollə löhkiviz. Mən çoxlu döyüşə bilməyəcəm. 35 yaşım maksimum. Və onlar gördüm ki, onların bankrot olub. Sulyanov. Mən də dedim, kontrakt заканчивается у меня с вами. Və mən bilirdim ki, mənə yaxşı təklif gələ bilər ACA-dən, çünki mən belə yaxşı döyüşçü oldum axırıncı mənim döyüşümdə Kabardiyeva. Kabardiyeva mən odan kimi mən bilirdim ki, məndə çoxlu yol açılır. Və ACA mənə təklif edib, mən sразу belə şansı mən upuskat edə bilməzdim. Zaur, gələcəkdə hansı təşkilatlarda döyüşmək istəyərdin? Gələcəkdə nətərdim də, mən də indi 6 döyüş, mən 100% qalacam ACA-də ya da hardasa 2 il. 2 ildən sonra bilmirəm, bəlkə də qalacam ACA-də, çünki yaxşı условия verirlər. Amma UFC-yə hələ mən viza söhbəti bilmirəm. Sonra sən Amerikaya gedəndə, sən orada onlar baxmırlar səndə nətər vəziyyət Rusiyyədə olub. То есть onlara fərqi deyil. Вот возьмем того же Vartanyana. O ACA çempionu oldu. Grand Prix utdu, getdi ora, onu orada подписать edə bilməyiblər. Çünki o уже никому не интересен в 30 с чем-то лет. Belə deyiblər. İstəyirəm qalım ACA-də. Gələcək döyüşlərində trash talk istifadə etmək istəyərdinmi, yoxsa sən fikirləşirsən ki, mənimki deyil bu? Mən vəbşə belə deyirəm, mən vəbşə trash talk heç vaxt eləmək istəməzdim. Çünki rəqiblərim nətər mənlə, короче, mən onlarla münasibətim, как они ко мне относятся, так же я к ним. То есть belə də. Əgər üstümə cumurlar, mən də cumacam. Mənim üstümə belə baxanda, mən də belə baxacam. Все, как говорится, равноправие. Belə də. Zaur, biraz öz karyeran haqqında, bura qədər çatdığın yolun haqqında danışa bilərsən. Kim sənin yanında olub bura çatdığın qədər, kim kömək olub sənə? Hə, danışa bilərəm. Həmişə otur. Mənim vəbşə əvvəl atam, mənim 4 yaşım olandan sonra məni apardı judo seksiyaya. Mən ataya çox böyük təşəkkür demək istəyirəm, həmişə deyirdim və indi də deyəcəm, papa çox sağ ol sənə.
15 il mən getdim judo seksiyasına. Ondan sonra gördüm ki pop MMA belə populyar olub da. Getdim Naşa Dela götürməyiblər məni. Sonra 3 aydan sonra mən bir dənə video rolik elədim. Məni götürüblər. Ondan sonra bir dənə də mənim dostum var, Məhəmmədxan. O özü Dağıstandandır. O mənə böyük, böyük poddeşka verib, böyük dəstək verib mənə. Ona da mən çox təşəkkür demək istəyirəm. Çox sağ ol ona. Böyle çok adam yoktu моим yanında. Senin yanında твое окружение, оно определяется, когда ты проигрываешь. Когда ты проигрываешь, вот тогда самые искренние люди рядом с тобой остаются. А когда выигрываешь, тебя много пишут, тебя много куда зовут. İndi də mən getdim, уже 2 həftə keçib döyüşdən sonra. Mənə belə adamlar çağırılıb, mən heç vaxt onlarla belə çoxlu söhbətim olmayıb da. Уже 2 həftə mən bir restorandan ikinci, üçüncü restoran, dördüncü restorana gedirəm. Adamlarla danışmamışam hardasa 5 il. İndi mən onlara interesin oldum, başa düşürsən də. Bilirəm ki, istəyirlər mənə hörmət eləsinlər. Mən də onlara hörmət demək istəyirəm ki, çox sağ olun. Amma bilirəm ki, çətin vəziyyətdə belə adamlar yanımda olmayacaq. Вот. И таких людей я могу вот именно искренних на одной руке пересчитать, кто рядом со мной был. Zaur, Azərbaycandan dəstək varmı və bu dəstək necə bilinir? Azərbaycan dəstəyi məndən çoxlu adamlar yazır Instagrama, Telegrama və onlar yazanda mən millətim belə də həvəslənirəm, çox motivasiya alıram. Mənə çox xoşuma gəlir. Mənə balet eləyəndə mənə söz mənə ну короче слова мне достаточно. Слова поддержки. Вот. Və çox sağ ol mənim Azərbaycan xalqıma ə, təşəkkür demək istəyirəm. Çox sağ olun. Döyüşlərin məşq təlimini harda keçmisən, zborları? Zborlar da burada da bizdə Peterdə var. Bir iki üç dənə zal. Один зал вообще в подвале у нас находится. Mən demək istəyirəm ki, условия не важны в такой момент. Если у тебя есть желание. Mən görürəm ki, mənim rəqibim Axmatda məşq edib. Onlarda 50 nəfər, 100 nəfər sparring partnyor var. Məndə 3 dənə, 4 dənə sparring partnyor var və onlarla mən həmişə məşq edirəm. Bilirəm ki, onlar mənə heç vaxt намеренно травму, короче, не нанесут никогда. Вот. И Bizə deyil. bilirəm, onlarla mən həmişə nə qədər 3-4 il mən hazırlaşıram və yaxşı hazırlaşıram. Вот. Nəticə görürsüz. Bizim məlumatımıza görə sən Tofiq Musayev ilə bir yerdə məşq etmisən. Bu məşq haqqında biraz danışa bilərsən? Tofiq вообще mənim böyük hörmətim, bizim ulduzumuzdur, Azərbaycanın ulduzumuz və onun Tofiqlə məşq eləyəndə mən nəsə təzə şey əzbərlənirdim, çoxlu şeyləri və istəyirəm tez vaxtda qayıdım və Tofiqlə yenidən məşq eləyim, çünki böyük oputdur da mənim üçün də. Mənim üçün belə böyük qardaş kimidir. Son döyüşünü Vitixanov ilə Qazaxıstanda keçirdin. Qazaxıstanda sənə necə rəftar edərlər? Qazaxstana gəldim, sıralcı mənə встречать eləyiblər, aparıblar otelə, 5 barmaq, belə, amma mənə olmaz idi də, çünki mən diyetdə idim, mən çəki salmaq lazımdı, 16 kilo mən salmışdım bir aya və olmaz idi mən belə şeylər yemək. Amma döyüşdən sonra Qazaxlar mənə там, не знаю, и 5 barmaq, и şaşlıq, maşlıq, короче, mən qarnımda yer yox idi. Короче, gözəl idi, çox xoşuma gəldi. Almatı belə çox gözəl şəhərdir. Bəzi Qafqaz döyüşçüləri döyüşlərinə milli geyimlərlə, musiqiləri ilə ya başqa bir milli elementi ilə çıxırlar döyüşə. Məsələn, Nazim Sadıqov tərəkəmə qaytağı oynayır, Həbib papağı ilə çıxır. Sənin bir fikrin varmı hansısa bir milli elementlə döyüşə çıxmağa? Mən əvvəl həmişə rəqs edirdim. Mən uşaqlıqdan получается, mən gedirdim Lezginkaya, həmişə o rəqs edirdim də. Və mənə dedilər ki, ну, попытайся совместить, сделать шоу. Mən də
bir iki üç dəfə elədim. Sonra oca nəsə bilmirəm, oca belə özümə xoşuma gəlmir. Yəni demirəm ki, nəsə adamlar mənim haqqımda nəsə deyə bilər, mən вообще без разницы. Prosta mən oca axırıncı döyüşdə mən bir dənə muziki, ingilis muziki qoymuşam. O məni belə həvəslənir də. Ну, вот. Amma gələcəkdə baxarıq da, посмотрим. Смотря где драться буду. Əgər Azərbaycanda döyüşsəm, orada bizim milli rəqsimizi qoyacağam yəni 100% və oynayaram lazım olsa. Bakıda UFC turniri keçmişdi. Sən storiesində atmışdın ki, hazırsan UFC-də döyüşməyə. Həmin vaxt həqiqətən hazırlaşırdın o turnirə. Hə, mən olmuşum ki, ну, короче, bəlkə də mənə döyüş versəydilər, başa əla olardı. Amma bilirdim ki, çoxlu, ну, вероятность маленькая будет, короче. Bilirdim ki, çətin olacaq ora girmək, çünki mən bilirəm ki, sначала sən müqavilə eləyəndə səni yarım il səni antidopingovая комиссия проверяет, полгода только. Əgər sən təmizsən, səni bundan sonra уже başlayırlar sənə döyüş zad verməyə. Mən də получается mayda hardasa başladım hazırlaşmağa. Dostuma bir dənə dostum var, Elkon, ona zəng elədim ki, onun burada biraz svязь с Amerika'ya есть. Dedim ki, mən hazıram, если что, на замену çıxa bilərəm. Kimsə zadalanda, Allah eləməsin, конечно, çıxa bilərəm. Ну, alınmadı da, talihdir. Nичего страшного. Значит, так суждено было. Bəzi vaxtlar yəni Dağıstanda olmusan. Dağıstanda nə qədər olmusan və orada zbormu keçmisən, hansı komandada zbor keçmisən? Bu haqqda biraz danış. Dağıstanda olmuşam, orada çox qalodni adamlardılar. Onlara əgər şans, onlar gözləyirlər ki, şans verin bizə. Orada çox talantlı uşaqlar var, çox talantlı. Və onların belə işi yoxdur da orada. Onlar ancaq səhər və axşam məşq edirlər. Mən də ora getmişəm, 3 dəfə getmişdim zbora və 3 dəfə qayıtmışam zədələrlə. Ona görə daha getmək istəmirəm. Amma bir də yaxşı zal orada olmuşdu, Universal Fighter və Agat. Mən iki zala getmişdim. Belə güclü uşaqlardılar orada. Valla mən belə uşaqları görməmişəm heç yerdə. İstəyirəm Kabardino-Balkariya gedim orada bir dəfə. Çünki Ali Baqov məni çağırmışdı. İnşallah orada gedəcəm. Amma Dağıstanda там уровень реально. Если сравнивать с нашими азербайджанскими спортсменами, там гораздо, ну, уровень больше, сильнее. Zaur, Azərbaycanı Qafqazda hansı neçənci yerə qoyardın MMA səviyyəsi ilə? Честно сказать, брат, ну, в Azərbaycanda плохо развито MMA, как мне кажется. Çünki mən orada da məşq eləmişəm, Dağıstanda da məşq eləmişəm. Ну, даже если посмотреть по ростеру ACA, görsün, Azərbaycan döyüşçüləri çox azdır. Kimdir? ACA-də, допустим, var. Elmar Qasımov, Qasanov və Tural Rəhimov. Mən ikisini tanıyıram. Daha bilmirəm kim var orada. İki dənə döyüşçümüz var ACA-də, amma baxsan orada Dağıstandan çoxdur, Çeçenlər çoxdur, Osetiya, Gruziya, ermənilər də var çox. Amma bizim bilmirəm nəyə görə. Может быть, Федерация ММА Азербайджана плохо вкладывается. Не знаю. Бәлки də поколение такое. Bilmirəm. Но, честно сказать, не очень серьезный уровень в Азербайджане ММА. Именно ММА не серьезный уровень. Bu döyüşündən sonra ACA necə reaksiya verdi sənin qələbənə? Dəyərləndirdimi, nəsə bir işarə verdimi sən hansısa? Получается, mənə dedilər ki, əgər sən udursan bu oğlanı, onlar istəyirdilər ki, o məni udsun və öz seriyasının uzatsın da. У него 3 победы подряд было. Onlar inanmırlardılar ki, mən udacağam onu, amma mən axıra qədər bilirdim ki, mən onu udacağam. Mənə lazımdır ki, mən onu udum. Mən onu udandan sonra yaxınlaşdım Aslanbek Badayeva və prezidentin yanına.
Dedim ki siz mənə kontrakt verin, mən sizə göstərəcəm şou. Ondan sonra onlar sıralcı kontrakt göndəriblər və e, 4-5 dənə video sıralcı qoydular podrяд. Ofitsialni akkauntu. Mən gördüm ki, onların interesi var da, onların marağı var mənə və mənə lazımdır indi ancaq udmaq. Və ona görə mən hər şey edəcəm ki, mən udum və bizim bayrağımızı qaldırım inşallah. Zaur, gənclərə buradan nə deyə bilərsən, Azərbaycan gənclərinə və nə məsləhət verə bilərsən? Nə məsləhət? Birinci, не пропускать никогда namaz. Это самое главное. Öz valideynə hörmət eləmək. Не заниматься ерундой, получается. Mən просто Azərbaycanda olanda mən görmüşəm ki, belə ненужными вещами занимается молодежь. Deyərdim ki, lütfü sport ya da əgər mən vaxtı qaytara bilərdim, mən gedərdim normalni bat учиться. То есть məndə sənəd yoxdur, heç nə yoxdur. Mən gedərdim və bir dənə institut, yaxşı institut və ya da universitet girərdim və axıra qədər отучился бы. Самое главное, вот я считаю то, что лучше отучиться, получить образование и спокойно жить. Этот sport именно əgər MMA qaydasız döyüş götürəndə çox çətin bir sport. Ona görə lazım deyil. Ora girmək, lütfü учиться. Çox sağ ol Zaur, müsahibəyə görə sənə uğurlar arzu edirik. İnşallah ki, irəlidə çox qələbə gözləyir və həmişə dəstək olacağıq sənə. Çox sağ ol müsahibəyə görə. Çox sağ olasın. Görüşərik. Всем удачи, hamıya uğurlar. Sağ ol.